Hər vaxtınız xeyir olsun, dəyərli tamaşaçılar. CBC Sportun efirində Bizon Azərbaycan Kubokunun 8-də 1 final mərhələsindən daha bir qarşılaşma sizə canlı yayında təqdim olunur. Biz hazırda Quba Olimpiya kompleksində və burada Quba Olimpiya İdman kompleksinin stadionunda İmişli ilə Sabah klubları üz-üzə gələcəklər. Bax, belə bir gözəl mənzərə var. Hava bir qədər soyuq olsa da, çiskinli olsa da, amma həqiqətən də mənzərə möhtəşəmdir və ümid edirik ki, bax, bu oyunda da biz eyni möhtəşəm bir mübarizənin şahidi olacağıq. Əslində bunu gözləməyə dəyər, çünki bu mövsüm ərzində Misli Premyer Liqasında bu iki komanda arasında buna qədər keçirilən iki görüşdə olduqca maraqlı hadisələr yaşanıb. Çempionatın əvvəlində keçirilən görüşdə, daha dəqiq söyləsəm, yay ayları idi. Avqustun 31-də 3-cü tura təsadüf edən görüşdə Sabah komandası İmişliyə gözlənilmədən 0-1 hesabı ilə məğlub olmuşdusa, oyun start götürdü. Testeresi top oyuna daxil edildi və az qala İmişli komandası maçın 12-ci dəqiqəsində hesabı açmağa yaxın idi. Rafael Viegas hesabı açmağa yaxın idi. Yaxşı ötürmə alındı. Aleksey İsayev sola baxmaq lazımdı. Vaxtında görür. Mikels topu qəbul etdi. Mikelsin zərbəsi top qapının üstündən keçir. Jolens Mikels. Rahmon Aliyev birbaşa zərbə və Sinyenka. Sinyenka topu götürür. Mikels mərkəzdəki boşluğu dəyərləndirir. İndi Omar Ali Rahmon Aliyev topla xeyli irəliyir. Onun zərbəsi uzaqdan təhlükəli idi. Omar Ali Rahmon Aliyev baxımlı qol vura bilərdi. İlk hissədə yekunlaşdırıldı. İşarə verilir və İmişli Sabah maçında ikinci hissə başlayır. Abdullah Aybullayev İmişli üçün fürsət yaranır. Juninho. Viegas'dan qapı önünü ötürmək, yerlə ötürmək. Hətta top qapı istiqamətində gedirdi. Sanki ötürmə etməyə düşünürdü, amma top qapı istiqamətində getdi. Və Stas Pokatilov həmin vəziyyətdə səhvsiz oynadı. Mövqü uğrundan mübarizə aparırdılar. Nəhayət işarə verildi, ötürmə edilir. Solvey yenə zərbə vurmuşdu. Steve Solvey. 50 oyun işarəsi var Sabah futbolçularından. Viegas'ı gördük. Kamal Umudlu oyunu davam etdirir. Burada isə qayda pozuntusu qeydə alınır. Növbəti dəfə hava mübarizələrində çox təhlükəli futbolçu olduğunu göstərdi. Daha bir həmlə və gol! Jolens Mikels! 59-cu dəqiqədə Sabah komandası bu görüşdə hesabı açır. Çox yaxşı qapanmağı ilə seçilən İmişli komandası bu hücum zamanı necə belə bir boşluq verdi? Misli Premyer Liqasının cari mövsümdə bombardirlərindən biri Jolens Mikels Kubok maçında gol vurur. Aleksey İsayev yaxşı ötürmə alındı. Topu Simiç'in önünə səliqəli bir şəkildə ata bildi, ötürə bildi. Mikels səla ötürməkdir bu. Simiç qapıya düşə bilmədi. Belə bir vəziyyətdə Veljko Simiç komandasının ikinci qolunu vura bilərdi, amma Mikelsin ötürməsi necə gözəl alınmışdı. Və top uzaqlaşdırılır. Puxaçla Abbas indi top uğrundan mübarizə aparır. Puxaçın səhvi Abbas Ağazadə. Abbas Ağazadə nə edəcək? Abbasın zərbəsi və Pokatilov yerindədir. Abbas Ağazadə çempionatın əvvəlində olduğu kimi keçmiş komandasına bu görüşdə də qol vurmağa yaxın idi. Rahmon Aliyevdən irəli ötürmə. Mikels istiqamətində. Mikels ikinci qolu vura bilər. Mikels fürsəti boşa verir. Jolens Mikels
dubl edə bilərdi. İmişli'nin hücumu ötürmə edildi. Başla zərbə alınmır. Həmlə davam edir. Daha bir zərbə bloklandı bu zərbə və indi İmişli futbolçuları hakimin üzərinə qaçırlar. Burada əvvəlcə bir maraqlı vəziyyət yarandı və ardınca bu məqamda top Rahman Əliyevə dəydi, amma üzünə mi dəydi, yoxsa əlinə mi dəydi? Dinamikada həqiqətən də görmək bir qədər çətin idi. Nəticəyə ciddi təsir göstərə bilər. Diqqətlə izləmək və yoxlamaq lazımdır. Amma elə toxunuş da sanki görünürdü. Və penalti. İşarə verilir. İbrahim Əliyev yaxınlaşır və 1-1. Bizon Azərbaycan kubokunda İmişli sabah maçında hesab bərabərləşir. İmişli komandası oyunun sonlarına yaxın bərabərlik golunu vurur. Meydana sonradan daxil olan İbrahim Əliyev bərabərlik golunun müəllifi oldu. Beləliklə Kamal Umudlu final fitini səsləndirdi. Əsas vaxt 1-1 hesablı bərabərlik ilə yekunlaşdı. Mikels, Peris, Kahim Peris'ten zərbə və gol! Buna zərbə idi Kahim Peris. Çox effektli zərbə idi Kahim Peris'ten. 2-1. Sabah klubu hesabda yenə də öndədir. Çox effektli zərbə alındı Kahim Peris'ten. Doğru düzgün qərar verə bilmədi Veliko Simic. Amma İmişlinin hücumu Elmir Rəhimzadə nəyi qaçırır? Elmir Rəhimzadə bu fürsəti də boşa verdi. Bir neçə gün əvvəl çempionat maçında olduğu kimi bugün də İmişli ilə görüşdə qol vurdu. Bu arada Mikels topla irəliləyir. Jolens, Mikels'in zərbəsi. Dubl etməyə yaxın idi yenə də Mikels. Toxunuş da var idi. Küncdən zərbə olmalıdır. Ronaldo de Souza'dan əvvəlcə yaxşı yayındı. Kamal Umudlu əlavə vaxtda birinci hissəni başa vurdu. Və Bizon Azərbaycan kubokunda 4-1 final mərhələsinə daha yaxın görünür. Əla ötürmə burada Abdullah Haybullayevdən Kahim Peris. Peris'də mərkəz ötürmə. Moludanın zərbəsi və Sinyenko. Belə bir hücum zamanı demək olar ki 100%'lik gol epizodunda Andrey Sinyenko komandasını goldan xilas edir və İmişlini hələ də oyunda saxlayır. Uzada bilər Sinyenko. Yazquliyevin fərqləməyinə imkan vermədi. Və bu da son deməkdir. Sabah klubu bu gərgin mübarizənin nəticəsində yekunda 2-1 hesablı qələbə qazanır.